Salam dəyərli şagirdlər və valideynlər. Biz axırıncı dəfə 5-ci sinif dərsliyində adi kəsrlərin vurulması mövzusunda 6-cı çalışmada qalmışdıq. İlk 3 misal izah eləsəm də, sonradan müəyyən səbəbdən dayandırmalı oldum videonu. Davam edək elə oradan. Deməli, 6-da 1 vurulsun 9-da 5. Əvvəla buradan biz 6 dama götürürük. Buradan da 9 dama götürürük. Belə. Sonra bu formada damalar. İndi siz dəftərinizə daha səliqəli çəkəcəksiniz sözsüz. Bu formada çəkirik. Digər 3 misalın həllini görmək istəyirsinizsə, əvvəlki videoya daha doğrusu baxa bilərsiniz. Kanala da həm abunə ola bilərsiniz, həm də paylaşaraq kanalın geniş kütləyə çatmasına kömək etmiş ola bilərsiniz. Hər nəysə 6-da 1. Deməli 1, 2, 3, 4, 5, 6. Burada görürsünüz ki, 1 hissəsini biz işarələdik, rənglədik və vur 9-da 5. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9-da 5. Buradan 1, 2, 3, 4, 5. O zaman yazırıq. 6-da 1 vurulsun 9-da 5. Biz model olaraq necə yazmaq lazımdır gördük. Və buradan da 6 və 9-un 45. Məxrəci məxrəcə vurub məxrəcdə, surətə vurub surətdə. O da 45-də 5. Bölməli də olsaq 6 və 9-un 54-də 9-dur. Ona görə ixtisar olunur. Və digərlərində bu qaydada yazacaqsınız. Sadəcə mən misalları yazıram. 5-də 2 vurulsun 5-də 2. 5-də və 5-in 25. 2-də və 2-in 4. 10-da 3 vurulsun 6-da 5. 10 dəfə 6-ın 60. 3 dəfə 5-in 15. Hər iki tərəf hansı ədəd ixtisar ola bilər? 15-ə. Bura 15 ixtisar olanda 1. 60-da 15-ə böləndə 4. Sonra 5-də 3 vurulsun 9-da 5 bərabərdir. 5 dəfə 9, 45. 3 dəfə 5-in 15. Hər iki tərəf surət məxrəci 15-ə bölünsə, burada 1, aşağıda 3. Sonra 12-də 7 vurulsun 14-də 3 bərabərdir. Bunun üçün uşaqlar 12-yi 14-də vurmuram. 7 ilə 14-ü ixtisar aparsaq, hər ikisini 7-yə bölsək, burada qalacaq 1, burada qalacaq 2. Bunun üçün də hər tərəfi 3-ə bölsək, burada qalacaq 1, burada qalacaq 4. 4 dəfə 2-in 8, yuxarıda 1-i 1-ə vuranda 1. Sonra 3-də 1 vurulsun, 7-də 3. Eyni qayda ilə də yaza bilərik, 21-də 3 də yaza bilərik. Amma eyni qayda ilə yazsaq, vurma zamanı, üstəgəl zamanı toplamada olmur. Yəni vurmada 3-lər ixtisar getdi. Burada da 1 qaldı, burada da 1 qaldı. 3-ü 3-ə böldük, yəni 1 elədi. 1-i 1-ə vuranda 1, 1-i də 7-yə vuranda 7. Sonuncuya baxırıq. 3 vurulsun 2, vurulsun 8-də 3 bərabərdir. 3-lər bir-birinə bölünəndə nə qaldı? 1. Bunu 2-yə böləndə 1, 8-i də 2-yə böləndə 4. Yəni 4-də 1 alınacaq. Hesablayın və 7-ci çalışmaya baxırıq. Hesablayın və müqayisə edin. Buranı silirəm. Deməli, 7-ci çalışma. 5-də 3-ü vurulsun 2-də 1. Əvvəl gəlin biz bunları bir-birinə vuraq. 5-i 2-yə vuranda 10, 3-ü 1-ə vuranda da 3. Digər ədədimiz 3-də 1. Hansı böyükdür? Əvvəla məxrəcləri müxtəlif olan kəsirləri müqayisə etmək üçün onların məxrəclərini bərabərləşdirmək daha yaxşı olar. Sürətlərini də bərabərləşdirə bilərik, amma hazırda məxrəclərini bərabərləşdirək. Deməli, məxrəci bunu 3-ə vururam, bunu da 10-a vururam. Və kəsirimizin qiyməti dəyişməməsi üçün surəti də 3-ə vururam. İkinci kəsirimizdə də surəti nəyə vururam? 10-a. Bura eləyəcək 30-da 9, o birisi eləyəcək 30-da 10. Hansı böyükdür? Yəni 10-da 3,
3də 1-dən kiçik olacaq. Növbəti, deməli, 1 tam 3də 1 və 5də 2 vur 6. Bunları müqayisə etməyimiz istəyir. Deməli, məxrəcə 5 yazırıq. 2 dəfə 6 12. O da edəcək 2 tam 5də 2. Baxın, biri 1 tam 3də 1-dir, biri 2 tam 5də 2-dir. Biz belə olanda kəsrin sürətinə, məxrəcinə baxmırıq. Əsasən tamlara baxırıq. Qarışıq ədəd deyilsə. Hansı böyükdür? Təbii ki, 2 1-dən böyük olacaq. Yəni, bu ifadəmiz böyük alınacaq. Növbəti misala baxırıq. Buranı silirəm. 1 tam 3də 1, o birisi də 5də 2 vur 4. Deməli, 2 dəfə 4-ün edir 8, burada 5. 8-i 5-ə böləndə 1 tam 5də 3. Aha, hansı böyükdür? Görürük ki, tamlarımız 1-dir. Belə olduğu təqdirdə 3də 1 ilə 5də 3 müqayisə eləmək lazım gəlir. Sürətini və məxrəcləri bərabərləşdirmək üçün iynədə vururam, yəni 5-ə vururam, burada da 3-ə vururam. Bura 15 edəcək, burada 15 edəcək, ona görə. Buranı 3-ə vururam. Edəcək 15-də 5, 15-də 9. Deməli, hansı tərəf böyük oldu? 15-də 9, yəni 5-də 2 vurulsun, 4 tərəfimiz böyük olacaq. Sonra o birisinə baxırıq. 5 tam 5də 1 çıxılsın. 3də 2 vur 6. 1, 2 belə olanda birinci nəyi hesablamaq lazımdır? Vurmanı, yəni misalımızda birinci hesablanılması lazım olan vurma əməlidir. O zaman 5 tam 5də 1 vurmanı hesablayacaq. 1 çıxılsın. 6-nı 2-yə bura necə eləyir? 12. 12 vur 3 kəsri alınır da buradan, elə deyilmi? 12-yi də 3-ə böləndə eləyəcək 4. Aha, 5 tam 5də 1 çıxılsın 4. Burada 4-ün kəsri yoxdur. Ona görə biz bir dəfəyə 5-dən çıxacaq. 5 çıxılsın 4, 1. Kəsirdə olduğu kimi qalır. 1 tam 5də 1. O bir ədədimiz neçə idi? 5də 2 vurulsun 3də 2. Bərabərdir 15də 4. İndi soruşur. 15də 4 mü böyükdür? 1 tam 5də 1 mi? Baxın, 15də 4-ün tamı yoxdur. Yəni, burada əslində 0 var. 0 tam 15də 4 deməkdir. Bu, elə deyilmi? Bu 1 tam. Onda hansı böyük olacaq? Tamı böyük olan təbii ki, 1 böyük olacaq. Yəni, burada bu tərəf böyük olacaq. Buranı silirəm. Növbəti. 2 tam 2də 1 çıxılsın 1 tam 3də 2 vurulsun 5. Bunu mərhələ yazıb sonra müqayisə etməyiniz lazımdır əslində. Deməli, burada mötərizə məlumdur ki, birinci hesablanacaq, vurma əməli ikinci hesablanacaq. Başlayırıq. 2 tam 2də 1 çıxılsın 1 tam 3də 2 bərabərdir. 2-dən 1 çıxanda, tamlardan tam çıxanda 1. Qaldı neçə? 2də 1 çıxılsın 3də 2. Kəsirləri bura, yəni məxrəcləri bərabərləşdirirəm. Buranı da 3-ə vururam. Buranı da ikinci də məxrəci 2-yə vururam. Surətdə 2-yə vururam. Bərabərdir. Yəni, bura edəcək 6-da 3 çıxılsın 6-da 4. Aha. Baxın, bu surət 3-dən 4 çıxanda mənfiyə gedəcək. Bu da 5-ci proqramına uyğun deyil. Təbii ki, onda biz nə edirik? Buranı qarışıq ədədə çeviririk. Elə deyilmi? 6-da və 1-in 6 üstə 3 gəndə 9. 6-da 9 çıxılsın 6-da 4 bərabərdir 6-da 5. Bu isə 6-da 5 elədir. Və buradan 6-da 5 mötərizənin içində 6-da 5 vurulsun 5 bərabərdir 25 bölünsün 6. O da bərabərdir 4 tam 6-da 1. İndi o birisi neçədir? 5də 1 vurulsun, yəni bu hissəyə baxırıq. 5də 1 vurulsun 4 bərabərdir 5də 4. Yenə baxın, buranın tamı var, 4 var. Yəni birinci bu hissədə tam 4 çıxdı.
Bu hissədə tam çıxmadı. Yəni bu hissə 5-də 4 eləyir. Onda hansı böyük olacaq? Təbii ki, birinci hissə. Düzbucaqlı 8-ci çalışmaya baxırıq. Düzbucaqlının perimetrini və sahəsini tapın. Əvvəla düzbucaqlının perimetri düsturunu yazırıq bura. P bərabər düzbucaqlıda 2 vurulsun eni ilə uzunluğun cəmi. Sahə də bərabərdir. Eni ilə uzunun hasili AB. Birinci A'ya baxırıq. Deməli, perimetr burada nəyə bərabər olacaq? P bərabərdir 2 vurulsun. A'nın yerinə 4də 1'dir. B'nin yerinə də 2'dir. O zaman 4də 1 üstəgənsin 2 bərabərdir. 2 vurulsun. 4də 1'in üstə 2 gələndə 2 tam 4də 1 vurulsun 2 olur. Elə deyil mi? Mötərizənin birinci qabağı çıxardım. O da bərabərdir. Qarşı qaydətdirsə, biz bunu düzgün olmayan kəsrə çeviririk. 4 və 2'nin 8, üstünə 1, 9 vurulsun 2. Bərabərdir. 2'nin 9'a vuranda 18, 18 bölünsün 4. Bərabərdir. 18'i 4'ə böləndə deməli, neçə edəcək? 4 tam 4'də 2 santimetr. S-ə baxırıq. S bərabərdir. 4'də 1 vurulsun 2. Bərabərdir. 4'də 2. İxtisar da parça hər tərəfi 2'yə bölsək. 2'də 1 santimetrin kvadratı. İndi burada yenə A'mız budur. B variantda. B'miz də bu olsa yazırıq. B bərabərdir. B bərabərdir. P düsturumuza gəlirik. Perimetr bərabərdir. 2 vurulsun. 8'də 5 də gəl. 8'də 5. Bu kvadratdır. Bilirəm düzbucaqlıdır. Perimetr onda kvadratda nəyə bərabərdir? P bərabərdir 4A. 4A'dırsa o zaman 4 vurulsun. 8'də 5 yazacaq. Yəni buranı da A eləyim. 8'də 5 yazacaq. 4 və 5'in 20. 20 böl 8'də 2 tam 8'də 4. Bunda 2 tam 2'də 1 də yaza bilərik. İxtisar eləsək, belə də saxlaya bilərik. Amma siz 2 tam 2'də 1 yazın. Sonra S bərabərdir. A'nın kvadratıdır perimetrdə, elə deyilmi? Yəni 8,5'in kvadratı yazsaq, o da 8,5 vur 8,5. Neçə edəcək? 64'də 25. Növbəti misala baxırıq. Bu hissəni silirəm. Növbəti C variantına. Deməli, A'mız nədir burada? 3'də 1. B'miz nədir? 5'də 3. Perimetr bərabərdir. Yenə 2 vurulsun. 3'də 1 üstə gəlsin. 5'də 3 bərabərdir. 2 vurulsun. Bunun məxrəcini 5'ə vuran, yəni məxrəc bilirik ki, 15 eləyəcək, elə deyilmi? Burada 15'i 3'ə böləndə 5, 5'i 1'ə vuranda 5. 15'i 5'ə böləndə 3, 3'ü 3'ə vuranda 9. Bərabərdir. 2 vurulsun 15'də 14. O da 28'də 15. Qarşı qaydaya çevirsək 1 tam 15'də deməli 13. S-ə baxırıq. S bərabərdir A vur B. Yəni 3'də 1 vurulsun 5'də 3. Bayaqçı qaydaya əsasən vurma əməli varsa ixtisar aparırıq. 3'lər gedir. Qalır 5'də 1 millimetrdir. Millimetrin kvadratı. D variantı. D'də də kvadratdır. Yəni A'mız bərabərdir 7'də 4. Onda perimetr bərabərdir 4'a. Yəni 4 vurulsun 7'də 4 santimetr bərabərdir 7'də 16 santimetr. O da bərabərdir 2 tam 7'də 2 santimetr. S bərabərdir A'nın kvadratı. Yəni 7'də 4, da doğrusu metr uşaqlar üzülürsən, metr yazaq. 7'də 4 metrin kvadratı bərabərdir 49, yuxarıda 16
metrin kvadratı. Deməli, adi kəsirlərin vurulması. Keçirik növbəti suala. Burada vurma zamanı izah edəcəm. Kəsrə vuran zaman əslində izah edirik bayaqdan, yuxarıdakı misallardan aydındır. Bir də burada ixtisarla izah etmək var və buna da əslində toxunduq. Başlayırıq A variantı 9-cu çalışmada. Bəzilərini uşaqlar izah edəcəm, bəzilərini də özünüz yazarsınız. Başlayırıq. 5-də 4 vurulsun. Deməli, burada. 5-də 4 vurulsun, 8-də 3. Baxın, uşaqlar. Hər nəyi nəyə bölə bilərik? Baxırıq, 4 ilə 8 arasında bir əlaqə var, elə. Yəni, 8 4-də bölünür də. Onda 8-i 4-də bölünən neçə edir? 2. Burada 1 qalır. 1 dəfə 3-ün 3, 5 dəfə 2-in 10. Növbəti. Birdən böyüdək bu misalları. Növbəti 4-də 3 vurulsun 9-da 4. 4-lər ixtisar edir. 4-ü 4-ə bölmək olur. 9 da 3-ə bölündüyündən burada qalır 3. Yəni, bunların hamısının yerində 1 qalacaq şərişlər. O zaman 3-də 1. Növbəti suala keçirik. 2-də 1 vurulsun 7-də 8. Görürük ki, 8 ilə 2 getsə burada qalacaq 4. Böyük rəqəmdə qalır, hə? Yəni, qalır. Birdən 8-dən 4 ixtisar gedər. 2-nin yanına yazarsınız, yox. 4-ü də 1-ə vuranda 4. Məxrəcdə də 7. Növbəti 8-də 4 vurulsun 12-də 7. Baxırıq. 4-ü 4-ə bölürük, 12-ni də 4-ə bölürük. Burada qaldı 3. 3, 8, 7 arasında heç bir əlaqə görə bilmirik. Yəni, ortaq bölən daha doğrusu tapa bilmirik. 8-i 3-ə vururuq, 24. 7-ni də 1-ə vururuq, 7. Sonra 3-də 5 vurulsun, 15-də 2. Hər tərəfi burada 5-ə bölsək, yəni burada 1, 15-də 5-ə böləndə 3. Baxın, burada məxrəclər ixtisar getməz. Biri yuxarıda, biri aşağıda olmalı. Yəni, 3-ü 3-ə bölə bilmərik. 3 dəfə 3-ün 9, yuxarıda 2-yi 1-ə 2. Sonra 6-da 3. 6-da 3 vurulsun, 9-da 4 bərabərdir. 6 ilə 3 elə ixtisar getsə, burada 2-də 1 qalacaq, elə deyilmi? 2 ilə də 4 getsə, burada qalacaq 2. Yəni, 9-da 2. 10-da, daha doğrusu 12-də 10 vurulsun, 5-də 1. 5 ilə 10 ixtisar etsə, burada qalacaq 2. 2 ilə də 12, burada qalacaq 6. Yəni, 6-da 1. Növbəti 5-də 3 vurulsun 4-də 2. Aha, burada 2 ilə 4 ixtisar getsə, burada 2 qalacaq. 5 dəfə 2-in 10, burada da 3. Yuxarıda 1 qaldığından 1 3-ə vururuq 3. 7-də 2 vurulsun 10-da 21 bərabərdir. 7 ilə 21 ixtisar getsə 3. 2 ilə 10-da ixtisar getsə 5. 5-də 3. Sonra 5 vurulsun 5-də 2 vurulsun 3. Biz əslində 5 ilə 3-ü sürətə qaldırdığımızda məxrəclə ixtisar edəcək. Yəni, normalda belə olur. 5-də 5 vurulsun 2 vurulsun 3, elə deyilmi? 5-lər də bir-birinə ixtisar etsə, cavab qalacaq 6. Mən indi bu hissəni silirəm. Siz videonu dondurub baxa bilərsiniz təbii ki. Aşağıdan da 2 misal izah edirəm, qalanı özünüz yazarsınız. 5 vurulsun 15-də 2. Eyni qayda 5-i buradan da apara bilərik. 15 2-nin yanına qalxacaq 3. 3-də 2.
Ya da belə də yaza bilərsiniz. 15-də 5 vurulsun 2. Yəni də ixtisar etsə qalacaq 3-də 2. Növbəti 6 vurulsun 12-də 7. 6 ilə 12 ixtisar etsə 2. 2-də 7. Onu da çevirsək. Qarşı xəlidə 7-ni 2-yə böləndə 3 qalıqda keçirik 10-a. Deyir, burada bəzi misalların həlli cavabı səhvdir. Biz o zaman neynəyək? Cavabını düzəldək. Çətindirmi? Deyil. 10. 2-də 3 vurulsun 2-də 1. Bərabərdir. 2-ni 2-yə vururuq 4. 3-ü 1-ə vururuq 3. Deməli, bu doğrudur. Sonra 2-də 3 vurulsun 5-də 1 bərabər 2-də və 5-in 10, 3-də və 1-in 3. 10-da 3 edir. Bu yanlışdır. Burada 5-i 2-yə vuranda, ümumiyyətlə 5-lər ixtisar da gedir elə. 5-lər bir-birinə ixtisar gedir. Əslində 2-də 1 qalır. Səhvdir. Burada 9-la 3 ixtisar getsə burada qalır 3. 3-də və 2-in 6. Yuxarıda 1 düzdür. Bu hissədə 3-lər ixtisar gedir. Qalır 7-də 2 doğrudur. Burada daha doğrusu burada 3 ilə 9 3 qalır. 3-də və 5-in 15. Yuxarı nə qalmalı idi? 2. Bura 2 olmalı idi. Bu yanlışdır. Burada deməli 8-i 20-yə vururuq. Edir 160. 5-i 7-yə vururuq. 35. Amma buradan da ixtisar aparsaq 5 burada qalır 4. 4-də və 8-in 32. Yuxarıda da 7. Yəni ixtisardan 32-də 7 alınmalıdır. Səhv. Deməli, hansı misalın cavabı digərlərindən fərqlidir? A variantına baxırıq. Hissəni silin. Deməli, birincidə A variantında 5-də 1 3-ə vuranda neçə edir? 5-də 3. İkincidə bu onsuz bilirik ki 3 ədəd 5-də 1 olduğundan 5-də 1-in üstə 5-də 1. Bu da neçə edəcək? 5-də 3. Bu da 5-də 3. Bu da 1 çıxılsın 5-də 2. Əslində bu deməkdir. 5-də 5. 5-i 5-ə böləndə 1 eləyir axı. 5-də 1 çıxsın 5-də 2. O da bərabərdir 5-də 3. Deməli, bu da 5-də 3 alınır. Bura baxırıq. Buradan da cavab 3-də 5-dir. Deməli, bizim fərqli olanımız hansıdır? 3-də 1 vurulsun 5. B variantına baxırıq. Burada neçədir? 7-də 4-də və 3-ün 12. 7-də 12. Burada 7-də neçə dənədir? 1, 2, 3, 4, 5, 15. Burada 2 çıxılsın 7-də 2 nə deməkdir? Yəni 2 çıx 7-də 2. Yəni bərabərdir 1 tam 7-də 5. Bunu da biz çevirsək, düzgün olmayan kəsrə 7 və 1-in 7, üstünə 5 gələndə 12. Deməli, bu hissə də 7-də 12 edəcək. Və bura baxsaq, 7-də yenə 12 edəcək. Fərqli olanımız nə idi bizim? Deməli, fərqli olanımız bu misal idi. C variantına baxırıq. Bu eləyəcək 4-də 24. Burada 3-də və 8-in 24. Bu da 4-də 24. 8-də və 4-ün 32. 32-də 3. Bu da neçə eləyəcək? 3-lər ixtisar getsə 3. Eləyəcək 6. Deməli, 8-də və 3-ün 24, 24 bölünsün 4. 4-də 24. 8-də və 4-ün 32, 32-də 3. 3-də 6, 3, 3-də 2. Burada əslində fərqli olan bu iki hissəsi olacaq. Yəni 32, 32-də 3. Burada çünki görürük ki, eyni alındı qiymətlər. Burada da ixtisar getdiyindən 3 vur, 2. Cavabımız 6 alınır. Növbəti D-yə baxırıq.
9'da 6. Yenə 3 dənə 9'da 2 olduğundan 9'da 6. Bu isə ixtisar gedib qalır 1. Burada da 3'də 2. Uşaqlar 3'də 2'nin də hər tərəfini 3'ə vursaq 9'da 6 eləyəcək, elə deyilmi? Onda cavabımız nə olacaq? Üçüncü misalda bu misal olacaq fərqli olan cavabımız. Növbəti suala baxırıq. Elxan doğru fikirləşirmi? İzah edin. Aha. Əvvəla bayaq qeyd etdiyimiz kimi vurma əməlidirsə, baxın burada vurma əməlidir. Burada toplamadır. Vurma olan zaman bəli bu formada ixtisar aparmaq olar. Hər tərəfini 3'ə böldülər. 9 3'ə böləndə 3, 6 2'yə vuranda 2. Cavabı da doğru tapılıb. Yəni 3'də 4. Amma bu zaman yəni biz gəlib bunu hesablasaq 9 6 2 eləyəcək 8. Bunun cavabı 9'da 8 eləyəcək. 3'də 4 etməyəcək. Yəni toplama zamanı bu formada ixtisar olmaz. İkincini demək səhv fikirləşir. Bu isə doğrudur. Keçirik 13-cü suala. Gülsüm rəngli kağızdan sahəsi 4'də 3 metrin kvadrat olan fiqur kəsdi. Onun kəsdiyi fiqur hansı ola bilər? Hansı bir fiqur deyil, yəni fiqurlar demir, hansı ola bilər? Bu fiqurun perimetri neçə? Aha. Bizə məlumdur ki, düzbucaqlı üçbucaqda sahə nəyə bərabərdir? A-nın B-yə hasili, yəni 4'də 3 metrin kvadrat eləyəcək. Elə görürük ki, cavabımız budur. Və deyir, onun kəsdiyi fiqurun perimetrini tapın. Perimetr də bərabərdir 2 vurulsun A üstə gəlsin B. Yəni 4'də 1 üstə gəl 4'də 3 bərabərdir. 2 vurulsun 4'də 1 üstə 4'də 3 gələndə edir 4'də 4. 4'ü də 4'ə böləndə 1 eləyir. 2'ni də 1'ə vuranda 2. 2 1. Deməli, növbəti videomuzda qarışıq ədədlərin vurulması mövzusunu izah edəcəm inşallah. Əgər izlədinizsə sona kimi kanalıma abunə olub, paylaşaraq dəstək ola bilərsiniz.